Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün sizlərə EREM nəşriyyatının 30 sınaq vəsaitindən sınaq 1-in izahını verəcəm. Başlayaq birinci sualdan. Eyler-Venn diaqramına əsasən cümlələr haqqında doğru fikirləri müəyyən edin. Düşmən müqavimətin yersiz olduğunu görüb döyüşsüz təslim oldu. Bu bizim birinci cümləmiz. Dövlətimizin qüdrətini döyüşkən əsgərlərimiz hər vaxt qorumağa hazırdır. Bu da bizim ikinci cümləmizdir. Qeyd olunub ki, həm təsdiqlənən təslim oldu ifadəsidir, həm də təsdiqlənməyən yersiz olduğunu və görüb ifadəsidir ki, işlənibdir birinci cümlə üçün doğrudur. Bu ikinci cümlə üçün keçərli deyil, çünki ikinci cümlədə sadəcə təsdiqlənməyən feil var. Bir düzgün cavabımız oldu. Biri qeyd eləyək, ya ağlımızda qalsın. Altına xətt çəkilmiş söz feildən yaranıbdır. Diqqət yetirin, döymək sözün kökü. Döyüş isim, döyüşsüz sifətdir. Deməli, birinci sözümüz feil olub, feildən isim yaranıb, isimdən sifət yaranıbdır. İsimdən sifət yarandığı üçün biz bunu feildən yaranan söz kimi qəbul edə bilmərik. 2 olan variantları silək. 2 yanlışdır. Yerli çallı isim işlənmişdir. Müqavimətin yerli çaldı, dövlətimizin yerli çaldı və hər ikisi də isimdir. 3 də düzgün cavabdır. Demək ki, cavabımız D variantıdır. 4-ün nə üçün səhv olduğuna baxaq. Döyüşkən sözünü qeyd edibdir. Döyüşkən sözündən yazıb ki, isimdən yaranan düzəltmə söz işlənmişdir. Bu hər ikisi üçün ortaq xüsusiyyət deyil. Çünki döyüşsüz sözü isimdən yaranıb. Döyüşkən söz isə döyüşmək feilindən yaranıb. Çünki döymək feil, döyüşmək feil, döyüşkən yenə sifətdir. Və bu sifət isimdən deyil, feildən yaranmış olur. Və 5 ona görə düzdür ki, qara hərfdə verilmiş sözün yarandığı nitq hissəsi ilə kökü eyni nitq hissəsidir. Yəni bu söz feildən yaranıbdır, kökü də feil idi. Ona görə də cavabımız D variantıdır. Düzgün cavab hesab olunur. 6 ona görə səhvdir ki, bir söz deyil, bir neçə sözün yazılışında fərqli məqam var. Hansı cümlədə zərfin quruluşca 3 növündən istifadə olunub? Cavab C variantıdır. Bu dəfə quruluşca mürəkkəb, həmişəlik düzəltmə, bu da isə quruluşca sadədir. Üçüncü sualda bizdən nə istəyir? Sual işarəsini yerinə yazmaq olmaz. Feili sifət, məstər və feili bağlamanın ortaq xüsusiyyət kimi ismi xəbər kimi işlənə bilir deyə bilmərik. Düzdür, feili sifət və məstər işlənir, amma feili bağlama cümlədə yalnız zərflikdir. Ona görə də cavab E variantıdır. Hansı sözə aid xüsusiyyət yoxdur? Bunun üçün birinci sözdən tərfis formasını yazaq. Birinci söz belə tələffüz olunur. Həs, saz, dıq formasında tələffüz olundu. İkinci söz hərislikdir. Hə, ris, dik formasında tələffüz olunur. Növbəti söz iki lövbərlidir. 2 lövbəri formasında tələffüz olunur. Növbəti sözümüz xainlik sözdür. Burada A uzanır. Xainlik formasında tələffüz olunacaq. Növbəti sözümüz isə olduğu kimi tələffüz olunur. Deyilişi və yazılışı arasında 2 fərqli məqam var. Gördük ki, 2 fərqli məqam A variantındakı olan sözdə var. Həmçinin B variantındakı olan sözdə də 2 fərqli məqam var. Yəni, birinci fikri 2 dənə xüsusiyyəti demək mümkündür. Yəni, A-nı və B-ni silək. Sonal samit işlənmişdir. Sonal samit LMNR-dir ki, görürük ki, C ilə D-də də sonal samit var. Cavab E variantıdır. Deyilişi və yazılışı arasında bir fərqli məqam var. Bir fərqli məqam olan sözümüz C variantındaydı. Lövbərli sözündə L-ya çevrildi. Kəmiyyət və keyfiyyət fərqi yaranıb. Burada xainlik sözündədir. Y əlavə olunub kəmiyyət, L-ya çevrilibdir. Yaxud da ki, xışdırıq X səsinə çevrilibdir. Ona görə də bu sözlərdə keyfiyyət fərqi də var. Cavab E-dir. 5-ci suala nəzər salaq. Hansı cümlədə amonimli olan 4 sözə rast gəlmək mümkündür? Əliməldan kişi, elə, əvəzlik və ədat kimi. 2. Bağlayıcı və ədat kimi. Dəstək, həm qapının dəstəyi, həm də ki, kiməsə dəstək olmaq mənasında. Tutmaq da ki, tut və feil kimidir. Buradakı C-ni götürməyin, C söz deyil, şəkilçidir. 4 sözü deyilsə elə cavab A variantı olacaq. Növbəti 6-cı sual. Qopardılmışdır sözündə qopmaq sözün kökü. Qoparmaq, qopartmaq, qopardılmaq, mışdır. Sözünün leksik şəkilçiləri 3 dənə leksik şəkilçisi var və 3 fərqli məqamlı sözü istəyir bizdən. Morfologiyada 2 dənədir. O-lar A kimi tələffüz olunur. Növbəti O-ya vurğu düşdüyü üçün tələffüz olunmur. Natiqlik sözündə natiqlik formasında tələffüz olunur. Burada da 2 fərqli məqam var. Ustalıqlar sözündə ustalıqla kimi tələffüz olunur. Burada 4 fərqli məqam var. 10 litrlik sözündə isə cavabımız elə B variantı olacaq. Ona görə ki, 10 litr səs artımı baş verdi və
Ri formasının tələffüz olunur. 3 fərqli də məqam oldu. Cavabımız B variantıdır. Digər sözdə isə zümrüd qaşdıdır. 2 fərqli məqam var və olmur. 7-ci sualı nəzərə salaq. Həkimlər xəstənin baş və boyun nahiyəsi səhvdir. Nahiyə yazılmalıdır. Söz səhv yazılıbsa demək ki, fonetikdir. Müalicə etdikdən sonra diaqnozun səhv qoyulduğunu bildirdi. Müalicə yox, analiz etdikdən sonra leksik norma pozulubdur. Bildirdi yox, bildirdilər. Çünki uzlaşmaya əsasən insan olanda xəbər də cəmdə olmalıdır və hər üç növün pozulduğunu biz görmüş oluruq. 8-ci sual. Hansı cümlə fe'li xəbərlidir? Cavab B variantıdır. Məlum olmaq, etmək olmaq, eləmək mürəkkəb fe'ldir. Məsdərlərimiz isə ismi xəbərdir. Nümunə üçün 3-cü sualı yadınıza salın. 9. Aşağıdakılardan biri mürəkkəb cümlə deyil. Mürəkkəb cümlə necə idi? İki sadə cümlənin birləşməsindən əmələ gəlir. Çıxır ay, aydınlanırdı gecənin zülməti. İki sadə cümlənin birləşməsindən əmələ gəlir. Demişdim ki, mürəkkəb cümlədir. Cavad xan Rus qoşunlarına qarşı qəhrəmanlıqla vuruşmuşdu. Kim? Cavad xan. Onun igidliyi dastan olmuşdu. Nə? Onun igidliyi. Bu da iki sadə cümlənin birləşməsindən əmələ gəlibdir. Təzə binalar tikilmiş, tikilən binalardır. Təmin olunmuşdu mənzildən də sakinlər. Bu da mürəkkəb cümlədir. Demək ki, sadə cümlə E variantıdır. Qardaşları işləyir, qardaşları bostanı becərirdilər. Yəni qardaşları iki dənə iş görür və sadə cümlədir bu. Cavab E variantıdır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Mürəkkəb adın tərkibində köməkçi nitq hissəsi işlənə bilər. Təbii ki də işlənə bilər. Üçün qoşması, üzdə qoşması var ki, bunlar işlənir və bu doğrudur. Və ilə bağlayıcısı hər zaman bir-birini əvəz etmir, ilə sadəcə sözləri əvəz edir. Yanlışdır, yanlışdır. İsmi və fe'li birləşmələr fe'li xəbər ola bilməz. Bu doğrudur. Fe'li birləşmənin hər iki tərəfi fe'li ifadə oluna bilər. Bu da doğrudur. Qarşısında yanlış yazılıbsa, deməli cavabımız D variantıdır. Bütün isimlər, bütün şəxslər üzrə xəbəri şəkilçisi qəbul edə bilər. Bu yanlışdır. Çünki elə ismin təsiri halı cümlədə xəbər ola bilmir. İndi nəyə salaq? Bu D-ni sübut edək. Hər iki tərəfi fe'li ifadə oluna bilər. Deyirəm ki, oxumaq istəyən şagird. Oxumaq məsdər, istəyən fe'li sifət. Bu fe'li sifətin tərkibindədir və fe'li sifətin tərkibinin əvvəlində məsdəri görmüş oluruq. Ya da qaçmaq istəyəndə fe'li bağlamanın içərisində görmək mümkündür. 11-ci sual. Aşağıdakı cümlələrdə hansı durğu işarəsi buraxılmışdır? Mən atam, qardaşımla bir sözlə, yaxınlarımla salamlaşdım, görüşdüm. 1, 2, 3 vergülümüz var və bir tiremiz cavab B variantı olacaq. Növbəti sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Azərbaycan dilində 3 dənə hərf birləşməmiz var. ST, FT və ŞT hərf birləşməsi. Belə bir şey yoxdur. Bu yanlışdır. Onda və yazıda sözləri quruluşca düzəltmə zərf kimi işlənə bilər. Bu düzdür. A hərfi 3 səsi ifadə edə bilər. Yəni indi baxaq A səsinə. Məsəl üçün otlayır sözü tələffüz olanda otluyur formasındadır. A U kimi tələffüz olunur. Babaya sözündə babıya kimi tələffüz edəcəyik. I səsini də görmüş olduq. Bir də A öz səsini verə bilər və bu 3 düzgün versiyadır. Samit səslər avazlı ola bilmir. Bu yanlışdır. Yanlışın altından yanlış olduğu üçün düzü götürürük. Cavab elə 2, 3, 4 olacaq. Ya deyilişi və yazılışı eyni olan sözlər amonim olmaya da bilər. Bu doğrudur. 1, 1, 2, 2 sözləri say deyil zərfdir. Bu da doğrudur. Cavab A variantıdır. Növbəti suala baxaq. 13-cü sual. Sarı hansı cümlədə fe'l və qoşma kimi işlənmişdir? Bizə sarı qoşma, sarı forma sifət. Günəşin sarı şəfəqləri sifət. Külək şiddətlə əsir, qayğımızı dənizə sarı qoşma, amma fe'l yoxdur. Əskər valideynlərinə sarı qoşma, onlara möhkəmcə sarılmaqdır söz, sarı deyil. Cavab E variantıdır. Ey dilbərim, gəl mənə sarı qoşma, yaralarımı tez sarı fe'ldir. Cavab E'dir. 14. Cümlədəki qarşı-qarşıya olan sözlərin tərkibinə görə təhlili eyni olmalıdır. Hansı sözlərin yeri dəyişməlidir? Birinci sözümüzə baxaq. Təvəzzü sözün kökü karlıq formasındadır. Onun qarşısına verilmiş söz isə gözlə, göz sözün kökü gözləmək, gözlətmək, gözlətdi və gözlətdik. 2 leksik, 2 qrammatikdir. Kasıbçılıq sözünə baxaq. Kasıb sözün köküdür. Kasıbçılıq bir ifadədir. Çünki kasıbçı sözü yoxdur. Korlamaq sözündə korla sözün köküdür. Maq qrammatikdir. 3-cü sözə baxaq. Əl sözün kökü ələmək, ələk, dir. Fikir verdiksə 5 ilə 3-dəki sözlərin sxemi birinə çox uyğun gəldi. Sarmaşıq sözünü yazaq. Sarmaq, sarmaşmaq daha doğrusu. Sarmaşıq, sarmaşıqlı. Demək ki, nə edək biz? 5 ilə 7-nin yerini dəyişək. Çünki bir-birlərinin sxemi çox uyğun gəlir. Əgər 7-ni qaldırsaq,
1 ilə 7-nin sxemi üst-üstə düşəcək. 3 ilə də 5 eyni olacaq və 5 ilə 7-nin yerini dəyişməyimiz lazımdır. Növbəti sözümüz peşmançılıq. Peşman sözün köküdür, çılıq şəkilçidir. Bu da 2 ilə 4 eyni sxemdədir. Bağışlamaq sözündə isə bağışla sözün kökü lamaq qrammatikdir. 4 ilə də biz 6-nın yerini dəyişək ki, korlamaqla bağışlamaq sözü eyni qrammatik mənaya gəlib çıxsın və cavab B variantı olacaq. 15. Hansı cümlədə mürəkkəb sözlərin sayı daha çoxdur? Nəzər salaq. Bugün 1, kitab dəftər 2, Qarabağ 1, şəhid olmaq 1, qeyri-insani 3, hərgah 1, alver 2, xeyir tapmaq frazoloji birləşməli və mürəkkəbdir 3, bizimlə xudafizləşdi, xudafizləşməkdə 4. Cavab elə C variantı, çünki çoxlu C-dədir. Həldən düzəltmədir. Həl tərəfli 1, insanoğlu 2. Bugünkü 1, bir sıra 2. Və ona görə də cavab deyir ki, 4 orada mürəkkəb söz var. 16. Əvəzli işlənmiş cümlənin müəyyənliyin. Atası belə ədaddır. Hər gün bir ifadədir. Biz bunu parçalayıb əvəzlik var deyə bilmərik. Bütünlüklə şəkilçi qoşulduğu üçün təyin əvəzlik deyil. Heç bir nəfər də buradakı heç nə olsaydı, heç kim olsaydı əvəzli olardı. Cavab E variantıdır. Hərə qeyri-müəyyənlik bildirən əvəzlikdir. 17. Bu dəfə gec olmadan o bizi evinə apardı. Bu dəfə hər gün sözü kimi. Bunu necə parçalamadıqsa bunu da parçalamamalıyıq. Bu dəfə zərfdir. Gec olmadan feili bağlamadı, yəni feildir. Zərf, feil, o əvəzlikdir və şəxs əvəzliyidir ki, özündən sonra vergül qoyulubdur. Biz ayaqqabı tikən isimdir, çünki vergülü var. Şəxs əvəzliyi olsaydı biz orada vergülü görməzdik. Ev isimdir, aparmaq feildir və onun üçün də cavabımız zərf, feil, əvəzli, isim, isim, feil D variantı olacaq. Keçək növbəti suala. Növbəti sual 18-ci sualdır. Hansı nümunədə nümerətiv söz kəmiyyət fərqi yaradır? Cüt, dəst, dəstə tipli sözlər nümerətiv söz kimi kəmiyyət fərqi yaradacaq və cavab D variantıdır. Növbəti sual. Hansı cümlədə sifətlər yanaşı işlənibdir? Vaqif Azərbaycanın tanınmış və tanınmamış. Demək ki, bu feili sifətdir, görkəmli sifətdir. A-nı götürməyək. Sənə rəngli sifət, qaranı sifət kimi düşünməyin, çünki qara olmayan bu ikisi birgə feili sifət hesab olunur, B-ni götürmürük. Tədbirə saysız hesabsız qeyri-müəyyən miqdar sayıdır, nüfuzlu sifətdir, ona görə götürmürük. Rəng-bərəng mürəkkəb sifət, ləçəkli düzəltmə sifət. Cavab D variantıdır. İşıqfora doğru, doğru qoşmadır. Sürətli gedəndə, sürətli ilə getmək sözünə aid olduğu ki, zərfdə burada sifət yoxdur. Cavab D variantı hesab olunur. Növbəti sual. Hansı sözün leksik mənası düzgün göstərilməmişdir? Mahluc keçid tükündən hazırlanmış xüsusi parça deyil, mahluc təmizlənməmiş pambıq mənasında istifadə olunur. 21. Düzəltmə isimlərdən ibarət olan sıranı bizdən istəyir. Beşillik sifətdir, götürmürük. Təmin sözün kökü, təmin at. Zəl sözün kökü, zərgər. Siz, in, ki. Sizinki və mənimki tipli sözlərdə həmişə isim olur, yadınızda saxlayın. Cavab B-dir və sizinki sözü ismin adlı kanundadır. Baxmayaraq ki, burada qeyri-müəyyən yerli kal şəkilçisi var. Oğurluq sözü sadədir. Ağacdakı sifətdir, tıxanmaqdakı feildir. Ona görə də cavab B-dir. 22. Hansı cümlədə köməkçi qıssələrin sayı daha çoxdur? Şəfiqə elə hesab edildi ki, burada eləyə sual verə bilirik. Ona görə bu əvəzlikdir. Ki götürürük. Yenə gələn lütfəldir. Sonra gördük ki, yenə götürürük. A variantında 2 dənə köməkçi qissəsini görürük. Keçək B variantına. İnsanlar bir-birinə səadət vəd edirlər. Sən isə mənə bunu da çox görürsən. B-də də 2 dənədir. C variantı. Nəhayət. Gülərək məktubu cibinə qoydu. Nəhayətdə bir dənədir. D variantı. Çox şey demək istədim fəqət. Amma ancaq lakin fəqət bağlayıcıdır. Nə danışa bilmədim, nə də etirazımı bildirmədim. Burada 3 dənədir. Fəqət 1, nə 2, nə də 3-dür. E variantı bir gül bir saydı. Açma ilə qoşma olurmu ədad? 2 dənə də buradadır. Cavab D variantıdır. 22-ci sualda. Növbəti suala baxaq. 23. Eylə-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Bərkidilmişdir sözündə. Bərk sözün kökü, bərkimək, bərkitmək, bərkidilmək, bərkitmək, bərkidilmək, düz gedirəm. Miş dil formasındadır. Quru sözün kökü, qurutmaq, qurudur indiki zaman, D hissəcikdir. Bu da şəxs sonluqdur. Bəli, sxemimiz budur. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Bəlkə sifətdir. Bəlkidilmək artıq feili, feildən də bəlkidilməyə keçəndə feil olur.
Bu düzdür. 3 leksik, 2 qrammatik şəkilçisi var. Baxdıq 4 leksikdir. 2-ni götürmə, 2 səhvdir. Ortaq kimi qələmə veriblər. Tərkibində d şəkilçisi işlənmişdir. Ortaq kimi götürə bilmək. Çünki necə olur? Qurmaq, quru sözün kökü qurutmaq, qurutur, du və mudur. Burada d parçalanır. Ona görə 3 ortaq xüsusiyyət deyil. Feildən düzələn feildir. Bəli, hər ikisi feildən düzələn feil hesab olunur. 4'ü götürürük. Kökü feillə amonimdir. Bu səhvdir. Çünki qurunun özü onsuz da feildir. Sifətlə amonim ola bilərdi. Bu yanlışdır. 1 leksik, 3 qrammatik şəkilçisi var. Bəli, 1 leksik, 3 qrammatik şəkilçisində görürük. Cavab 1, 4, 6 formasında olacaq. 24-cü sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Feili xəbərin ifadə vasitələri. Feili birləşmələr. Feili birləşmələr hansılar idi? Məsdər, feili sifət tərkibi. Bunlar ismi xəbərdir. Mürəkkəb feillər amma frazoloji birləşmələr feili xəbərdir. Quruluşsa da sadə olurlar. Həmin feili xəbərlər. Feili bağlama ümumiyyətlə xəbər olmur. Təsdiqlənən feildə feili xəbərə aiddir. Məsdər amma ismi xəbərdir. Cavab 2, 3, 6-dır. Növbəti sual. Hansı cümlədə o şəxs əvəzliyindən sonra vergül qoyuluşu doğrudur, yaxud da yanlışdır? Mənim həmin o balaca evdə xeyli xatirəm var. Hansı balaca evdə? Burada işarə əvəzliyidir, şəxs əvəzliyi yoxdur. Zamanın necə keçdiyini o 50-ci yaşına çatdanda hiss eləməyə başladı. Burada düzdür. 2-ni götürək. O müəllimin dərs izahını şagirdlər daha yaxşı başa düşürdü. Burada o işarə əvəzliyidir. 3'ü götürməyimiz imkansızdır. Çünki bir şərtdə şəxs istəyir. O arıqlayır. Oradan sonra feil gəlir və şəxs əvəzliyidir. Vergül olmazsa yanlışdır. Ona görə də düz götürək. Cavab 2, 4 olacaq. 25'də. Növbəti 26-cı sual. Euler-Venn diaqramının kəsişməsində hansı sözlər yazılmalıdır? Fonoqramda 2A səsini görürük. Gərginlik ölçəndə də belə tələffüz olunacaq. Gərginlik ilə ölçən. Çünki Q-ya əvəzlənməsi baş verəcək. Deyiliş və yazılışı arasında eyni sayda fərq var. Burada 2 fərqli var. Burada gərginlik ölçəndə də gərginlik ölçən, bəli, burada biri biz düz götürək. Dodaqlanan sait səs iştirak edir. Bu səhvdir. Uzanan sait səsin olması səhvdir. Keyfiyyət dəyişikliyinin mövcud olması bu düzdür. Hərflər dəyişilibdir. Kal samit səslərinin sayının eyni olması. Fonoqram sözündə bir dənə F səs var. Gərginlik ölçən sözündə də bir dənə C səs var. Bu da düzdür. Samit səslərdə dəyişikliyin olması xeyr. Fonoqram sözündə gördük ki, saitlərdə dəyişiklik var. Cavab 1, 4, 5'dir. Növbət suala nəzər salaq. Heç kimsə soruşdu mu? O uşaqlar bu yaşına can necə böyüyüblər cümləsində işlənmişdir. Quruluşuna görə mürəkkəb əvəzlik yoxdur. Çünki kimsə düzəltmədi, o sadədir, bu sadədir, necə də sadədir. Bir yanlışdır. Əvəzliklə amonim olan əvəzlik söhbət oradan gedir. Şəxs və işarə kimi ola bilər. 2 ədad. Birincisi heçdir, ikincisi də mümkün sual ədatıdır. O silim aydın görsənsin. 2 düzdür. Bir qoşma da ki, yaşına candır. Quruluşsa mürəkkəb olan əvəzliyimiz. Quruluşsa düzəltmə olan əvəzliyimiz daha doğrusu bu düzdür. Kimsə sözü, kim sözün kökü desə leksikdir. Qayıdış növdə olan isə feil yoxdur. Cavab 2, 3, 4 olacaq. Uğura gedən yol mətnində bizdən nə istəyir? Qara rəngdə verilmiş sözlərin qarşılığı ilə əvəz eləyin. Uğura doğru gedən insanların əngəllərlə qarşılaşması normaldır, labiddir, yəni vacibdir, olmalıdır mənasındadır. Lampanı icad edən, tapan, kəşf edən Edison. Ən sonunda hədəfimə, məqsədimə, arzuma çatdım. Yol sözü burada məcazidir. Həqiqi mənada evin yolu. Zirvə məcazidir, dağın zirvəsi. Dayanıqlı sözü həqiqidir, dayanıqlı insan. O psixoloji olaraq dayanıqlı insandır. Çatmaq məcazi idi, evə çatmaq həqiqidir. Çox və dərin çalışan üçün uğur qaçınılmazdır aforizmi verilmiş mətnlə əlaqələndirmək olarmı? Bəli, olar. Çünki insanlar mütəmadi şəkildə çalışsalar və öz arzularına çatacaqlar və uğur təbii ki əldə olacaq və həmin uğuru sizlərə də arzulayıram şagirdlər. Uğur olsun, sağ olun.